أوصيكم عباد الله بتقوى الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli inanclı şəxsləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala müqəddəs Ramazan ayında hər kəsin ibadətlərini adi dərəcədə qəbul eləsin. Allaha həmd eləyirəm. Allah Teala bu müqəddəs Ramazan ayının günlərində bizlərə bu günün hörmətini saxlamaqda və Allahın əmrinə tabe olmaqda tövfiqat nəsib eləyib. Allah Teala bu günlərdə bu tövfiqatdan düşənlərə özü inayət eləsin və bütün xəstələrə şifa versin. Və hər kəsin oruç namazlarını adi dərəcədə qəbul eləsin inşallah. Biz yavaş-yavaş müqəddəs Ramazan ayının ortalarına yetişdik. Həqiqətən bu müqəddəs ayın günləri çox surətli şəkildə keçir və o fəzilət ki Allah Teala bu müqəddəs ayın haqqında deyib, o fəzilətlər yavaş-yavaş, fəzilətli günlər yavaş-yavaş azalmağa doğru başlayacaq bir neçə gündən sonra. Allahdan istəyəm, inşallah bu gerdə qalan günlərdə layiqli şəkildə bu günlərdən istifadə eləmək Allah bizə nəsib eləsin. Həqiqətən insana verilən fürsət müvəqqətidir. Ömür də müvəqqətidir. Sağlamlıq da müvəqqətidir. Cavanlıq da müvəqqətidir. Sərvət də müvəqqətidir. Hər nə bu aləmdə var, onlar hamısı müvəqqətidir. Keçicidir. Bu fürsət də müvəqqətidir. Görürsünüz, artıq Ramazan ayının ortasına çatdıq. İndi gələn həftə, Allah ömür versə, artıq biz birinci və ikinci Qədr gecəsinin arasında cümə gününü qeyd edəcəyik. Allaha and verirəm öz böyüklüyünə. Bu günlərdə bizə ancaq və ancaq aclıq və susuzluq bəxş eləməsin. Bu aclıq və susuzluq müqəddəs Ramazan ayının zahiridir. O batinindəki gözəllik ki var, Allah Teala o gözəlliyi bizə görsətsin və dadızdırsın inşallah. Bu ay bilirsiniz, istiğfar ayıdır. Bu ay tövbə ayıdır. Bu ayda çox eşidibsiz və şeytanın qolları bağlanar, ilahi rəhmət yağış kimi möminlərin üzünü səpələnər. Və Peyğəmbərimiz də buyurur ki, bu ayda ən bədbəxt şəxs o şəxsdir ki, bu ayda Allah onu bağışlamaya, bağışlanılmaya. Bu ayda da bağışlanılmasan, hansı ayda bağışlanmaq istəyirsən? Hansı ayda Allah səni bağışlayacaq? Bu ay fürsətdir. Bu ayda bol-bol günahlarımız üçün Allahdan tövbə istəyək və bağışlanmaq diləyək. Həqiqətən biz məsum deyilik. Hər birimizin boğazımızı aşacaq qədər günahımız var. Günah ancaq oğurluq deyil, günah ancaq qətl deyil. Bunlar hamısı günahdır. Günah ancaq şərab içmək deyil. Bunlar başda günahdır. Amma biz bəzən günah hesab eləmədiyimiz şeylər ayağımıza günah yazılır ki, bizim ondan xəbərimiz yoxdur. Bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhabələrindən bir çöldə idi. Dedi ki, odun yığın. Dedilər ki, burada odun yoxdur ki.
Dedi, o çöp qırıntıları, hər nə var, onları üst-üstə toplayın, bir ocaq qalıyaq. Başladılar hərə bir fəaliyyət eləməyə. Hərə bir xırda çöp tapdı, gətdi, üst-üstə qoydular, oldu bir şələ. Sonra deyir, Peyğəmbər baxdı, gülümsədi, dedi ki, bəs deyirdiniz, odun yoxdur. Deyirlər, biz də təəccüb elədik. Burada odun yox idi, amma tapdıq, düzəltdik, bir şələ odun oldu. Dedi, həqiqətən günahlar da belədir. İnsan günah işlədir, amma o işlətdiyi günahı günah hesab eləmir. O xırda gözündə görür. Deyir, o xırdalar yığışır, gəlir belə böyük bir şəliyə çevrilir. Bəzən həyatımızda o xırda hesab elədiyimiz minlərlə günah bəlkə də yığışıb böyük bir şələlərə çevrilir. Ki, o şələlər məhşər günü ayağımıza yazılar və sorğu-sual olar. Ona görə də bu ayın gecələri çox sürətli keçir və bu gecələrdən istifadə eləyək və Allahdan tövbə diləyək. Həm bir-birimizi dua eləyək, həm də Allahdan mərhəmətinə ant verək Allaha ki, Allah bizi bu ayda bağışlasın. Vallah deyirəm, oruc ağza, əgər Allah bu ayda bizi bağışlamasa, mən bilmirəm, hansı ayda Allahdan bağışlanmaq diləyək. Yəni, Allah bizi əgər bu ayda bağışlamasa, onda bizim həyat fatihəmiz verilmiş kimidir. Belə müqəddəs ayda əgər Allah sənin üzünə, mənim üzümə baxmasa, da heç mənası yoxdur. Ha vaxt, hansı gün, hansı gecə istəyirsən Allah sənin üzünə bax. Deyir, 4 dənə günah var. Deyir, bu 4 günah, 4 məsələ var. 4 məsələ. Bu 4 məsələ günahın özündən pisdir. Hədislərdə belə qeyd olur. Deyir, çox ehtiyatlı olun, bu 4 məsələyə üzləşməyəsiniz. Bu 4 məsələdən üzləşməyəsiniz. Bəzi var, günah var. Bir var, günahdan yuxarı bir şeydir. Deyir, Allah Təbarək və Teala bu 4 şeydən qəhr-i qəzəbi var. Allahın bu 4 şeydən qəhr-i qəzəbi var. O 4 şey, 4 məsələ günahın özündən də pisdir. O 4 məsələ tövbə şəraitini aradan aparır. 4 məsələ qoymur insan tövbə eləsin. 4 məsələ günahın özündən pisdir. Deyir, bu 4 məsələdə gərək insan ehtiyatlı olsun. 4 məsələ nədir? O hansı məsələlərdir ki, günahın özündən daha pisdir? Günahı daha da pisləşdirir. Günahın bağışlanmasına maneə törədir. Peyğəmbərimizdən bir dənə hədis oxuyuram. O 4 məsələ bu hədisin içində nədir? Qeyd olur. Salavat yadil Muhammed və Ali Muhammed. Buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Ərbəətun fizzəmb, Ərbəətun fizzəmb, şərrun minəzzəmb. Deyir, 4 günah var ki, 4 məsələ var ki, günahın özündən daha pisdir. Sonra arxasından buyurur, Əl-istihqar, vəl-iftixar, vəl-istibşar, vəl-israr. 4 dənə saydı. Bu 4 dənəyi mən bu bəhsimdə inşallah istəyirəm açıqlayam. Bu ayda Allahdan istəyək ki, bu məğfirət dolu ayda Allah Teala bu 4 məsələ ki, günahın özündən pisdir. Allah bizi bu 4 pis əməldən mübərrə və münəzzəh qərar versin inşallah. Birinci nədir? Birinci budur ki, Əl-istihqar. İstihqar nədir? İstihqar yüngül saymaq.
yüngülləşdirmək. Deyir, günah pisdir. Amma günahı yüngülləşdirmək ondan pisdir. Deyir, Allah bəzən günahı bağışlayır, amma günahın yüngülləşməsi günahdan pisdir. Niyə? Çünki günah yüngülləşsə, insan onu davamlı eləməlidir. Deyir, Allahın qəhr və qəzəbi var o kəsə ki, günah eləyir və günahını yüngül hesab eləyir. Günah eləyir və deyir, burada heç nə yoxdur da, o özü bağışlayar. O, bu cür, əybi yox. Məsələn, burada bir problem yoxdur. Məsələn, adam gedir, naməhrəmə baxır, məsələn, misal olaraq. Deyirsən, bu iş pisdir, bu işi görmə. Bunun əvəzinə ki, deyir, məsələn, səhv eləmişəm, ilahim məni bağışladı. Deyir, nə iş görmüşəm? Gedib zina eləməmişəm ki. Cəmaat zina eləyir. Mən nə iş görmüşəm ki? Yəni, öz günahını kiçik hesab eləyir. Öz günahını böyük görmür. Və yaxud, məsələn, gedir bir xırda pul oğurluyur. Deyirsən, bu iş günahdır, olmaz. Deyir, cəmaat bank yarır. Milyonlar oğurluyur. Mən nə iş gördüm, getdim, mən də bu qədər iş gördüm. Yəni, öz günahına tövbə eləmək əvəzinə, günahını nədir? Öz gözündə istəyir kiçik görə. Heç vaxt günahın qarşısında o günahın alternativində dayanan böyük günahı misal vurmaq düzgündür. Yəni, elə bir səhvi ondan böyük bir səhvlə müqayisə eləyərək öz səhvini kiçik hesab eləmək. Bu nədir? Ən böyük günahdır. Əmir əl-Mömininin hədisi var, buyurur, əşəddüz zunub məstəhənə bihi sahibuhu. Deyir, ən pis günah o günahdır ki, insan onu kiçik hesab eləyir. Yəni, günahı kiçik hesab eləmək, günahın özündən nədir? Pisdir. Deyir, Allah Taala'nın qəhr-i qəzəbi var o kəsə ki, günah eləyir, tövbə eləmək əvəzinə o günahını yüngülləşdirir öz gözündə. İndi öz aləmində yəqin deyir ki, biraz yüngülləşdirim, özümə məsələn ürək dirək verim. Yox, əksinə bu işi xarab edir. Bir nəfər deyir ki, Kəbənin kənarında idim, ziyarətdə idim. Gördüm ki, bir nəfər Kəbənin bir hissəsində dayanıb, belə möhkəm ağlayır, göz yaşı seldir, bu cür nalədən Allah'a çağırır, günahlarına etiraf eləyir, deyir, mən qorxdum, deyəm ki, Allah, bu adam kimdir, bu adam ya insan qətl eləyir, ya da çox böyük bir günaha mürtəkib olub ki, Allah'ı bu cür qəlb yanğısından çağırır. Yəni, bunun günahı çox ağırdır. Hər kimdirsə, çox böyük günah əhlidir. Deyir, dedim, görüm kimdir bu? Yaxınlaşdım, gördüm, İmam Səccad Zeynəlabidin əleyhissalamdır bu. Dedim, ağa, sən nə cür ağrıyırsan? Sən nə cür qəlbdən Allah'ı çağırırsan? Bir halda ki, siz əhl-i beyt, pak və münəzzəhsiz, siz məsumsuz. Sən, baban Peyğəmbər, baban Əli, atan atan İmam Həsən, atan İmam Hüseyin, əmin İmam Həsən, nənən Həzrəti Zəhra və özün də bu nəsli nümayəndəsi. İmam dedi, yox, heç vaxt qiyamət günü bizim ata və analarımızdan işi olmaz Allah'ın. Allah deməz, sən filan kəsin oğlusan, gəl get cənnətə. Böyle bir şey yoxdur. Sən filan kəsin qızısan, gəl get cənnətə. Yox. Dedi, biz özümüzdən hesab kitab olarıq. Ona görə mən özümdən hesab kitab olacağım günə gərək hazır olam. Hələ İmam Səccad əleyhissalam nədir? Məsum idi. İsmətdə idi. İsmətdə ola Allah'a nə cür göz yaşlarından çağırır və həqiqətdə istəyir bizə desin ki, ey günah əhli, əgər birdən günahınız çox olsa, əvvəl naümid olmayın. İkincisi də budur ki, tövbədə səhlənkarlıq eləməyin.
Niyə tövbədə səhlənkarlıq edirsən? Bu ay tövbə ayıdır. Müqəddəs Ramazan ayı həqiqətən tövbə ayıdır. Bu ayda tövbə eləməsək, ha vaxt tövbə eləyək? Bu ayda Allahdan bağışlanmaq diləməsək, Allah bizi əfv eləməsə, bəs hansı ayda əfv eləsin? Ramazan ayı, müqəddəs ay bir fürsətdir ki, günahkar bəndələrin, günahkar qulların tövbəsini Allah bu ayda qəbul eləyə və onları bağışlaya. Deyir İmam Səccad əleyhissalam müqəddəs Ramazan ayında evində qulları olardı, qulam deyirlər. Onların xətalarını yazırdı. Məsələn, qulum bu səhv elədi, bu səhv elədi, bu səhv elədi. Bunların hamısını yazırdı və sonra fitir bayramı yetişəndə onların xətalarını bir-bir olaraq bayram günü başa salırdı ki, siz bax, bu işi gördünüz, bu işi gördünüz, bu işi gördünüz və onlar da xətalarını etiraf edirdilər ki, ey bizim ərbabımız, bəli, biz bu səhvləri eləmişik. Sonra deyir, imam gülümsəyərdi, deyərdi, mən bu bayram günü sizin bax, bu yazdığım bu xətalarınızdan keçirəm və sizi nədir? Azad edirəm. Və sizdən bir istəyim budur ki, mən sizin xətalarınızdan nə cür keçdimsə də, siz də dua eləyin, deyin, ilahi Əli ibn Hüseynin xətalarından sən də keç. O bizi nə cür bağışladısa, sən də onu bağışla. Bunun üçün deyir İmam Səccad əleyhissalam deyir. O şəxs ki, hələ heç günahı yoxdur. İndi adam bunlara baxanda həqiqətən xəcalət çəkir, deyirsən, bu günahı olmayan bir şəxs Allahı bu cür çağırır, xətalarına etiraf edir. Bəs mən nə iş görürüm Allah? Ümidsiz deyiləm, Allahdan ümidsiz deyiləm. Çünki ümidsiz olsam, ən bədbəxt şəxsin cərgəsinə keçmiş olaram. Bu ayda insan Allahdan ümidsiz olsa, ən bədbəxt adamdır. Bu aydan ümidsiz olmayaq. İstiqamətdən və tələbdən ki, Allah bizi bağışla, yalvarırıq sənə bizi əfv elə. İkincisi nədir? Həzrət Peyğəmbərimizin hədisində buyurmuşdu, vəl iftixar. İkincisi budur ki, insan günah eləyə və günahdan iftixar eləyə, fəxr eləyə. Deyir, günahdan fəxr eləmək o günahın özündən pisdir. Allah o işi bəyənmir. Və o işə qəhr-ü qəzəbi var ki, bəndəm günah elədi. Və günahının qarşısında da başladı nədir? İftixar eləməyə, fəxr eləməyə. Ki, mən bu işi gördüm, nə gözəl gördüm. Çox əcəb elədim, yaxşı iş gördüm. Görürsən, bəzən insan bir xəta eləyir, xətasını iftixardan yad eləyir. Sanki bir ağıllı iş görüb, sanki bir zirənglik eləyib, sanki bir heç kim görə bilməyəcək bir işi görüb. Məsələn, onu allatdım, onun başına papaq qoydum, getdi. Get, bir də aylarsan öz ölkəndə. Allah'tı da bunu, günah eləyir. İndi günahına nədir? İftixardan yad eləyir. Deyir, bu iş, hədisdə deyir, bu iş günahın özündən pisdir. Yevmə tubləs sərair Quranın ayəsidir. Tarik surəsinin 9-cu ayəsində. Yevmə tubləs sərair. Çox ağır ayədir. Yevmə tubləs sərair. Deyir ki, o gün ki, hər şey aşkar olar. Heç nə gizlində qalmaz. Deyir, və bu harada qaldı? Allah deyir, məhşərdə hər şey aşkar olar. Deyir, bəzən qiyamətdə günah əhlinin bir hissəsi deyər ki, ilahi, bizi yerin dibinə sal, amma bizim bu işimizi açma, fahş eləmə. Bəzən görürsən, gizlindəki günahları bir günahlardır ki, onun aşkar olmasından çox qorxur. Deyir, o ki, peşman da aşkar olmasından çox qorxur, elə onun içində bir növ tövbə var. Və ona görə deyir, Allah səttərəl uyub, qəffərə zunub. Allah eybləri ört-bastır eləyir. Günahları bağışlayır. Bəs ikinci budur ki, insan nədir? Günahının qarşısında
fəxr eləyə. Deyir, bu fəxr günahın özündən daha pisdir. Etiraf yaxşıdır, fəxr pisdir. Məsələn, biz dualarda baxırıq, Komel duasında, iftitah duasında və digər dualarda görürsən, bəndə etiraf eləyir və bağışlanmaq diləyir. Bu pis hal deyil, bu yaxşı haldır. İnsan etiraf edir, deyir, ilahi, mən pis iş gördüm, bilirəm də pis iş görmüşəm, amma bu pis işimin qarşısında səndən bağışlanmaq diləyirəm. Deyir, pisi daha pisləşdirmə. Pis iş görmüşəm, tövbə eləyirəm, ilahi, məni bağışla. Komel duasında bir dənə hissə var. Buyurur, Ya Rəbb, irhəm zəfə bədəni və riqqətə cildi və diqqətə əzmi. Deyir, ey mənim Allahım, ilahi, mənə rəhm elə, bədənimin zəifliyinə, dərimin nazikliyinə və sümüyümün incəliyinə. Mənə rəhm elə, mən belə bir zəif məxluqatam. Dərim nazikdir, sümüklərim incədir. Mən belə soyuq olsa tez şüyərəm, isti olsa tez canım istilənər. Biz belə zəif məxluqatıq. Biraz hava soyusun, vay, donduq. Biraz hava qızsın, tez kondisioneri qurur, vay, pişdik. İnsan belə zəif məxluqatdır. Deyir, amma etiraf edir, deyir, bu zəifliyimlə cürət eləmişəm, bu zəifliyimlə qələt eləmişəm, bu zəifliyimlə sənin qarşında böyük səhvlərə yol vermişəm, böyük xətalara yol vermişəm. Amma ümidim var, sən bağışlayasan. Üçüncü budur ki, insan günahının qarşısında şaddana, şad ola. Deyir, bu şadlanmaq günahın özündən nədir? Pisdir. Qadın da hicabını açıb və xoşu gəlir özündən. Və xoşhaldır, deyir, mən neçə ildə dəliyəmmiş da, məsələn, hicab zat nəymiş, məsələn, başında da hicab, bu günün üstüsündə. Və yaxud uzun müddət imiş, içmirmiş, məsələn, gedir, məsələn, başlayır şərab içməyə, deyir, məsələn, həyatın gözəlliklərini sən tamamilə itiribsənmiş ki, sən elə, həyat da bir dəfə insan yaşayır, bir dəfə gəlirsən, bir dəfə ye, iç, deyir, gülcəz, nə gözəl, məsələn, və bizə də deyirlərmiş, bu olmaz. Deyir, bu işin özü günahın özündən, həmin günahın özündən pisdir. Hicabı açmağın bir səhv, onunla xoşhal olmağın da ondan pis səhv. Əziz Peyğəmbərimizin bir hədisi var, buyurur, mən əznəbə zəmbən və huvə zahikun dəxələn nar və huvə bəkin. Deyir, hər kəs günah eləyə və günahının qarşısında gülə, sevinə. Deyir, həmin şəxs ağlar gözdən cəhənnəmə daxil olar. Gərək ehtiyatlı olsun. Bu dördüncü nədir? Dördüncü də budur ki, günaha israr. Bu da günahın özündən pisdir. İnsan günah eləyə və tövbə eləmiyor. Elə deyək, məsələn, adam bir qaşıq yedi, gənə ye, yenə ye. Deyir, bu israr, o pisdir, günahın özündən pisdir. Allah Teala bizi salamatlıqdan mübarək qədr gecələrinə çatdırsın. Allaha ant verirəm izzət və cəlalına. Allah Teala bizləri bu ayda bağışladığı bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd.